bir çox illər bundan öncə ailəvi qısa boylar normal qısa boylular qrupuna aid edilirdi və bunlara müalicə tətbiq edilmirdi. Amma son illərin Avropa Endokrin Cəmiyyətinin ümumiyyətlə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərarlara əsasən ailəvi qısa boylularda da artıq müalicə tətbiq edilir və ailə qısa boyludursa uşaq da qısa olmaq məcburiyyətində deyil şüarı ilə müalicə başlayırıq. Ona görə də ailəvi qısa boylular bəlkə də illər əvvəl, yəni onlarda da hər hansı bir hormonal problem olub araşdırılmayıbsa, bugünkü gün onların övladlarında bu araşdırılmamalıdır anlamına gəlmir. Biz bu uşaqlarda müayinələrimizi edirik, diaqnozumuzu qoyuruq və yaxşı müalicə ilə nəticələr əldə edirik. Genetik potensialının maksimal sərhədinə qədər onları çatdıra bilirik ki, bu da onların müalicəsiz qalsa, öz yekun boylarında nəzərə çarpacaq dərəcədə yaxşı bir nəticə əldə etmiş oluruq kimi sayılır. Yəni uşaq əgər ailəyə görə 158-160